Azərbaycanın Müdafiə Naziri Zakir Həsənovla görüşümüzün və onunla müsahibəni birinci təqdim etməyimizin səbəbi çox sadədir. Müharibə aparan ölkəyi və bilirik ki, hər an nələrsə baş verə bilər. Sizcə, ermənilər bu ərəfədə istifadə edib hansısa dırnaqarası sürpriz eləməzlər ki bizə? Tamamilə deyə bilərəm ki, Azərbaycan xalqı rahat bu oyunlarda iştirak edə bilər, o oyunları izləyə bilər. Ona görə ki, möhtərəm cənab Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanın tapşırığı ilə bütün güc strukturlara plana uyğun tapşırıqlar verilibdir və onlar plana uyğun öz fəaliyyətini həyata keçirir. Müdafiə Nazirliyi təbii ki, ona aid olan məsələləri həllini planlı şəkildə həyata keçirir və bugün mən tam əminliklə deyə bilərəm ki, bizim üzərimizə düşən məsələlər yüksək səviyyədə həll olunur və həll olunacaq. O ki, qaldı ki, cəbhədəki vəziyyətə düşmənlə əlaqədar bugün möhtərəm cənab Prezidentin sözlərini xatırlamaq istəyirəm ki, 2014-cü il yay ayından bu tərəfə cəbhə boyu silahlı qüvvələr tam təşəbbüsü əlinə keçirib, tam üstünlüyü əldə edibdir və düşmən üzərində bütün məsələləri, üstünlüyü əldə etməklə bütün məsələləri həll edir əməliyyat baxımından. Mən xatırlamaq istəyirəm ki, sizə ki, əgər yadınızdadırsa, biz sizlə görüşəndə mən demişdim ki, bizim planlarımız nədən ibarətdir? Və mən bugün deyə bilərəm ki, tamamilə ki, bütün bu planlar möhtərəm cənab Prezidentin rəhbərliyi ilə, Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişi ilə həyata keçirilib və uğurla davam edir. Əgər xatırlayırsınızsa, biz danışırdıq ki, biz silahlı qüvvədə islahatlar aparacaq. Bu islahatların əksəriyyəti həyata keçirilibdir və bunların nəticəsi artıq biz də görürük. Möhtərəm cənab Prezident də yüksək qiymət verir, Azərbaycan xalqı da bunu görür. Əsasdır ki, düşmən görür. Düşmanın reaksiyasında bunu görürük və biz bu işləri davam edəcəyik, islahatları davam edəcəyik və qısa bir müddətdə biz hesab edirik ki, biz daha yüksək səviyyədə döyüş hazırlığını təşkil edəcəyik. Cənab Nazir, son zamanlar bu döyüş təlimlərimizin sayı intensiv şəkildə artıb. Sizi təlimdən çıxan görmürük. Nə ilə bağlıdır bu təlimlərin intensivləşməsinin səbəbləri? İlk növbədə mən ANS-ə minnətdarlığımı bildirirəm ki, ANS belə düzgün bizim tədbirləri insanlara çatdırır, Azərbaycan xalqına çatdırır. Bu çox önəmlidir. Biz bir qismini özümüz bilərək bölüşürük. Ona görə ki, Azərbaycan xalqı bilməlidir ki, silahlı qüvvələrdə hansı islahatlar həyata keçirilir, hansı təlimlər keçirilir, hansı səviyyədə keçir. İlk növbədə mən qeyd etmək istəyirəm ki, Ali Baş Komandanın tapşırığı ilə silahlı qüvvələrdə 2015-ci il döyüş hazırlığı ili elan olunubdur. Və burada planlı şəkildə mühüm məsələlər həyata keçirilir. Həm struktur baxımından tədbirlər həyata keçirilibdir, kadr baxımından tədbirlər həyata keçirilibdir və biz deyək ki, bugün biz vəzifə qoymuşuq ki, hər bir peşə sahibi, təbii ki, söhbət hərbi qulluqçulardan gedir, öz yerində yüksək səviyyədə öz vəzifəsini yerinə yetirməsi üçün lazımız biliyi əldə etsin və ən əsası ki, döyüş şəraitinə uyğun, yaxın bir şəraitdə bu vəzifəsini yerinə yetirməyə bacarsın. İlk növbədə biz qərargahların, idarəetmə məntəqələrin fəaliyyətini gündüz, gecə, sairə şəraitində həyata keçirmək bacarığını təkmilləşdiririk. Biz birləşmə və hissələrin gecə və gündüz sairə şəraitində vəzifələrini yerinə yetirməyə, döyüş atışı ilə, iştirakı ilə, istifadəsi ilə həyata keçirməsini yoxlayırıq və təlimləri keçiririk. Və mən sizə qeyd edeyim ki, bu plan çərçivəsində biz neçə poligon tikmişik və bu poligonda bütün strukturlar nəzərdə tutulubdur və hər bir peşə sahibi, hər bir hərbi qulluqçu bu poligonlarda yüksək səviyyədə öz peşəsini təkmilləşdirə bilir və praktiki həyata keçirmək üçün təlimlər keçə bilir. Və bugün mən deyə bilərəm ki, bütün hərbi hissələr və birləşmələr gecə-gündüz poligonlarda təlimlərdədir və əsas bunun məqsədi Azərbaycan ordusunu müharibəyə hazırlaşdırmaq ki, Azərbaycan ordusu silahlı qüvvələr qarşıda duran vəzifələrini yüksək səviyyədə yerinə yetirməyə hazır olsun. Və mən deyə bilərəm ki, günbəgün silahlı qüvvələrin döyüş hazırlığı təkmilləşir, yüksək səviyyədə təşkil olunur və bu bizi rəhbərliyi sevindirir və biz əminik ki, biz möhtərəm cənab Prezidentin Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığını yüksək səviyyədə yerinə yetirməyə hazırıq və hazır olacağıq.
Ancaq bununla yanaşı mən qeyd etmək istəyirəm ki, döyüş hazırlığının həddi yoxdur. Gecə, gündüz bu təlimlər davam edir. Və mən sizə deyim ki, bu təlimləri həyata keçirmək üçün bizə imkan Azərbaycanın iqtisadiyyatı verir. Bilirsiniz ki, bu təlimlərdə çoxlu sayda texnika, sursat istifadə olunur, texnikadan istifadə olunur. Təbii ki, bunlar hamısı puldur. Və mən bugün xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycanın inkişafı bizə imkan verir ki, biz gecə gündüz döyüş hazırlığına məşğul olaq və döyüş hazırlığını yüksək səviyyədə təşkil edək. Və cənab nazir, hesab eləyək ki, bu bizim sizinlə geniş müsahibəmizin anonsudur. Silahlı qüvvələrimizin bayram ərəfəsində sizinlə birlikdə yaratdığımız ənənəyə sadiq qalacaq və siz hesabata növbəti dəfə məhz həmin gün müsahibə verəcəksiniz. Razıyam. Təşəkkür edirəm. Sağ olun.